Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Astarada gəlin qaynanası və baldızının yanıq xəsarətləri yetirib. Xəbər verilir ki, Hadisə rayonunun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini 45 yaşlı Aytəkin Şücətinova qeyddəki ad-soyad şərtidir. Toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qaynanasının evinə gedib. Burada onunla qaynanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Aytəkin odun peçinin üstündəki isti çaydanı götürərək içərisindəki çayı qaynanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17% yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Aytəkinin əlindən almaq istəyib, lakin qaynar çay onun da ayağının üstünə tökülüb. Faktla bağlı Aytəkin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla və ya xılqanlıq niyyətlə törədildikdə maddəsilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib. Astara rayon məhkəməsinin qərarı ilə Aytəkin xanım barəsində bir il müddətində azadlığın məhdudlaşdırılması cəzası verilir.